Hörmətli oxucular və kitabsevərlər, sizə kitabxanamızın fondunda qorunub saxlanılan çox dəyərli bir resursu təqdim etmək istəyirik. Sevindirici haldır ki, milli irsimizin incilərini özündə birləşdirən bu xüsusi nəşr Azərbaycanın Kitab Abidələri adlı elektron disk artıq bizim kitabxanamızda mövcuddur. Aşağıda bu nəşr haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Azərbaycanın Kitab Abidələri. Bu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış rəsmi multimedia nəşridir. Nəşr haqqında əsas məlumatlar aşağıdakılardır. Nəşrin mahiyyəti Azərbaycanda qorunan nadir və qiymətli kitabların, əlyazmaların və dövrü mətbuat nümunələrinin elektron reyestri və rəqəmsal kolleksiyası daxildir. Layihənin məqsədi milli mədəni irsin sistemləşdirilməsidir. Bu siyahıya daxil edilən kitablar rəsmi olaraq Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı reyestrinə daxil edilib. Birinci hissənin məzmununa Prezident Kitabxanası, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və digər iri kitab fondlarında saxlanılan ən qədim və unikal kitablar haqqında məlumatlar, eləcə də nadir nəşrlərin fotoqalereyası daxildir. Eksponat nümunələrində diskin materialları arasında 1591-ci ildə İtalyan dilində çap olunmuş Historia di Parma və 1595-ci ilə aid Alman nəşri olan Türklər haqqında 10 nəsihət kimi nadir kitablar qeyd olunur. Materialların tərkibinə qədim əlyazmalar və inkunabulalar, Azərbaycan dilindən çap olunmuş ilk kitablar, nadir xəritələr, dövrü mətbuat və açıqcalar, görkəmli şəxsiyyətlərin avtoqrafları olan kitablar daxildir. Bu layihə Azərbaycan arxivlərinin rəqəmsallaşdırılmasında mühüm addım olub və tədqiqatçılara, eləcə də geniş ictimaiyyətə orijinalları qorunan kitab abidələri ilə tanış olmaq imkanı yaradır. Sizləri kitabxanamıza gələrək bu bənzərsiz elektron resursla yaxından tanış olmağa dəvət edirik.